Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Möhtərəm qardaşlar, möhtərəm müminlər, cümləniz mübarək olsun. İnşallah Allah-u Teala bugün etdiyimiz, edəcəyimiz ibadətləri, həsənələri, xeyirləri ulu dərgahında qəbul edər. Moizələrimizdə nəfsin xəstəlikləri mövzusuna davam edirik. 2 həftə səbir üzərində danışdıq və səbirin müminlər üçün, ibadət üçün, iman üçün nə qədər önəmli bir nimət olduğunu Quran-ı Kərimdə, Allah Rasulunun hədislərində, hədis şəriflərində bizi səbrə dəvət edən nə qədər ayələrin, nə qədər hədislərin örnəkləri ilə, nümunələri ilə bəhs etdik ki, səbir niməti həqiqətən insana bəxş olunmuş uca Allahın dərgahından böyük bir nimətdir. Və səbrin bir çox növü var idi. Əsasən 3 növü üzərində durduq ki, ibadətlərə səbir. Yəni, ibadətlərə də sabah vaxtında qalxmaq, cümə namazına gəlmək, rükünlərin haqqını vermək, elə tez rast gələ, bitsin də gedim formasında deyil, huzur içində, sükunət içərisində namazlarımızı, ibadətlərimizi etmək. Oruc ibadəti ki, məsələn, qışda tutanlar olur, yayda 16 saat kim ac qalacaq deyib, səbirsizlik ucbatından ibadətlərə qaçırmaq. İkincisi, haramlara səbir. Həqiqətən çox önəmli bir şeydir. Görürsən ki, insanlar səbr eləyir, sonunda yəni dözə bilmir faiz bataqlığına, zina bataqlığına, nə bilim, cürbəcür. İndi haramların sayı da çoxalıb, yəni forması da dəyişib. Həqiqətən baxırsan ki, haramın forması dəyişib. Əsli eynidir, amma şəkli fərqlidir. Ona görə də bunun içində möminə qüvvətli səbir lazımdır, haramlar qarşısında. Və söyləmişdik ki, bəzi şeyləri etmək insan etdiyi kimi, yəni namaz qılmaq, oruç tutmaq, gözəl işlər görmək bizim mənəviyyatımızı zənginləşdirdiyi kimi, bəzi şeylərdən də uzaq durmaq, yəni heç etməmək də insanın dərəcəsini yüksəldir. Yəni haramlara düşməmək, yəni zina var, üz çevirib gedirsən. Yəni burada da sənin nəyin artır? Dərəcən artır. Haram var, yemirsən. Ona görə də bu haram halal məsələsini elə belə məsələ saymayın, möhtərəm qardaşlar. Yəni ibadətin qəbul olunmasının birinci şərtlərindən biri də halal loxmadır. Bunu unutmayın. Hətta Həzrət Peyğəmbərin belə bir hədisi vardır ki, bir adam deyir, əlini qaldırıb, yalvarır, yaxarır ki, ya Rabbi duamı qəbul elə, ya Rabbi duamı qəbul elə. Məlbəsuhu haramun və məşrəbuhu haramun, ənnə yüstəcəbu lizəlik. Hədisdə eyni ilə belə buyurulur. Geydiyi haram, yediyi haram. Allah buna necə cavab versin ki, tam qarşılığına. Ənnə yüstəcəbu lizəlik. Bu adama niyə cavab verilsin ki? Yəni, isticabət nə deməkdir? Ud'uni əstəcibu ləkum. Mənə dua edin, sizə cavab verim. Yəni, duanızı qəbul edim. Yəni, ona necə isticabət edilsin ki? Ona görə də möhtərəm qardaşlar, Allah razı olsun. İbadət eləyirsiniz, şey eləyirsiniz, cümlələrə gəlirsiniz. Bunlar həqiqətən böyük işlərdir, böyük mənəviyyatdır. Yəni bu saatda
işini, zadını tərk eləyib Allah rızası üçün, yəni o Cümə surəsindəki fəs'av ilə zikrillah və zərul bey deyə o ayət var İzə nudiyə deyə başlayan Cümə günü əzan verildiyi zaman səlata, yəni namaza nida olunduğu zaman fəs'av ilə zikrillah, Allahı zikr etməyə qaç. Fəs'av nə deməkdir? Qaç, səy, qayrət göstər. Və zərul bey, alışverişi bırax. Zəlikum xayrul ləkum in kuntum ta'lemun. Bu sizin üçün, bilsəydiniz, bu sizin üçün nə qədər xeyirlidir. Təbii, gözəl. Bunu yerinə yetirirsiniz. Allah razı olsun. Allah mənəvi dərəcələrimizi yüksəltsin. Amma eyni ilə bu ibadətlərin qəbul olunması üçün loxmamıza da diqqətləyəcəyik. Haramı da bilirsiniz, yəni. Əsli olan haram var və nə deyək, əsli haram olmadığı halda haram olan var. Məsələn, nə deyək, donuz ətini yemək, yəni bunun o tərəfi, bu tərəfi yoxdur. Öz pulu adı alsın, yesəndə haramdır. Oğurlayıb yesəndə haramdır. Haramdır, haramdır yəni. Dırnağından tükünə gedər. Hikmət ilahi. Bir də var ki, zatı halaldır. Amma onu sən müxtəlif formada özünə haramlıysan. Məsələn, oğurlayaraq yiyirsən bir şey. Nə bilim, haram pulla nafi yiyirsən bu şeyləri. Əslində halaldır, ət deyək məsəl üçün. Amma qəssabın xəbəri olmadan oradan 200 qram içəri salıb gedirsən məsəl üçün. Bu da oldu, haram oldu. Nəysə, bir möizəmizdə halallar, haramlar üzərində geniş bəhs eləyərik. Həqiqətən çox önəmli bir mövzudur. Və üçüncü növ, ən çətin növlərindən biri də Allaha üsyan olunan səbir növlərindən biri də bəlalara səbirdir. Onun üzərində uzun misallar verərək Həzrət Peyğəmbərin zamanında durduq. Yəni, o təfəkkür edərək, yəni ən əzizimizi itirdiyimiz halda belə özümüzü səbrə alışdırmalıyıq. Bunun Allah qatından bizə bir imtihan olduğunu, həqiqətən də sonra Allah-u Teala bizə bir fərəh, yəni sinəmizə, ürəyimizə rahatlıq verir, sükunət verir. Amma bunu səbirlə qarşılamaq lazım. Üsyan etdiyin zaman artıq nə olur? Görsən, bir ailədən bir nəfər əzizləri, ciyərləri vəfat edir. Bütün ailə soyu quruyur elə. O dərdindən ölür. Amma yəni siz də yaxşı bilirsiniz ki, Allah Rəsulü övladların Hazrət Fatimə istisna olmaqla hamısını öz əli ilə qəbrə qoydu. Öz əli ilə qəbrə qoydu. Yəni, hamısı ciyər parası, yəni. İbrahimdən tutun, yəni Peyğəmbərin göz yaşlarına boğulduğu, hətta nə deyirlər, ya Rasulallah, siz də mi ağlayırsınız? Nə deyir? Göz yaşarır, qəlb hüzünlənir. Amma heç üsyan yoxdur. Heç üsyan yoxdur. Ola bilər. Yəni, insan əzizlərini itirdiyi zaman gözlərindən yaşlar axar, qəlb hüzünlənər. Amma bu təbii ki, insanın normal halıdır. Amma üsyan kəlmələri, ay Əzrailin gözü kör olsun, ay belə olsun, vaxtsız getdi, ay belə oldu, ay elə oldu deyə lazımsız kəlmələr sərf eləmək lazım deyil. Bunun da üzərində uzun bəhs etdik və şükür neymətindən bəhs elədik, möhtərəm qardaşlar. Həqiqətən şükür, yəni İslamda bunu ta başdan bəri öyrədirlər, yəni hətta Peyğəmbərin Allah razı olar, qul içdiyi zaman, yediyi zaman Allaha həmd etdikdə deyə buyurur. Ona görə biz nə deyirik? Yeməyə Bismillahla başlayın, Elhamdülillahlə bitirin. Hətta necə dua edirik? Elhamdülillahillezî et'amena və saqana və cealena minel müslimin. Bizi yedirən, içirən, müsəlmanlardan edən Allaha həmdü sənalar olsun deyirik. Su içdiyimiz zaman da elhamdülillah, elhamdülillah deyə Allaha həmd olsun.
Bu müminin təbii halıdır və belə olmalıdır. Övladlarımıza da, evdə də, hər yerdə bunu şükrü öyrətməliyik. Yəni ki, Allaha çox şükür ki, bu nimətlərə qovuşdurdu bizə. Yəni, hətta belə bir hədis daha vardır ki, Adəm oğlunun hər oynağı, yəni hər bir üzvünə şükür gərəkir. Adəm oğlunun hər bir üzvünə şükür lazımdır. Kullu süləmə alən-nəsi sadaqatun. Hətta sədaqə verin deyir. Yəni, hər üzvünə, hər məfsəlinə, hədisdə keçən budur, sədaqə vermək lazımdır deyə buyurulur. Sədaqə də nədir? Verilən nimətə qarşı şükür deməkdir. Və bi şükri tədumun ni'am dedik. Nimət şükürlə davam edir. Yəni, Allah sahibi nimət verdiysə, evlad niməti, oğlan, qız, ailə niməti, yoldaş niməti, dost niməti, bunun şükrünü əda eləmək lazım, möhtərəm qardaşlar. Göz niməti, əl niməti. Çünki sənin sahib olmadığın, yəni sənin sahib olduğun nimətlərə sahib olmayanlar var. Hətta Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, sizdən biri nimətdə özündən yüksək tutulan gördüyü zaman aşağıdakına baxsın. O, Allahın onun üzərindəki nimətini xatırlamağa daha layiqdir. Yəni, ümumiyyətlə biz, %90'ımız hər zaman üstə baxırıq. Üstə baxmağa icazə verilir. Nə zaman icazə verilir? Mənəviyyatda. Filan kəs səndən çox yetimə baxırsa, səndən çox yetim ziyarət edirsə, səndən çox zəkat verirsə, səndən çox sədəqə verirsə, səndən çox namaz qılırsa, gecə ibadət edirsə, oruç tutursa, şey eləyirsə, bunda bax. Çünki Quran da bu əmrlik. Fəstəbiqul xayrat. Nə deməkdir? Fəstəbiqul xayrat. Xeyirlərdə yarışın. Xeyir işlərdə yarışın. Amma biz nə hikmətlisə, yəni ancaq görürsən ki, insanlar yəni həqiqətən bir araya gəldiyi zaman filan kəsin cipi var, samanyotu var, osu var, busu var, 5 dənə ev var, orada ev aldı, orada bağça aldı. Yəni nə qədər nəfsə xitab edən şeylər varsa, filan kəs bunu elədi, insanlar bunu. Bu da insanın qəlbini qaraldan şeylərdir. Çünki dünya sevgisini meydana gətirir. Ahirət sevgisini və ölümü unutturur bu şeylər. Halbuki hər zaman söyləmişik. Əd-dünya qantaratun fa'buruhə və lə ta'muruhə. Dünya bir körpüdür. Keçməyə bax onu sən. Mamur etməyə deyil. İnanın ki, möhtərəm qardaşlar, yəni hamınız dünya görmüş insanlarsınız. Yəni 40 yaşa, 50 yaşa, 60 yaşa. Soruşsan ki, nə təri keçdi? Bir anda belə keçdi. Bundan sonrası da bir anda keçəcək. Kimsənin də nə zaman bu dünyadan köçəcəyi də garanti deyildir. Yəni, hamı deyir ki, 80 yaşlanım, 90 yaşlı gedəcəm. Heç bəlli də olmur, yəni, insanların. Yəni, kimin qədəri haradadırsa, orada bitəcəkdir. Yəni, ona görə də, yəni, bu dünyada çox-çox evlər tikmək, çox-çox, nə bilim, dünya nimətlərini əldə eləməyə çalışmağa bu dünya dəymir. Həqiqi mənada dəymir. Bu dünyada o dünyamızı əldə etmək üçün bir sahədir. Yəni bu imtahan dünyası deyilir, məsələn. Həqiqi mənada odur. Yəni Allah sizi yaratmışdır ki, keyfə ta'məlu. Görək nə edirsiniz? Görək yer üzərində nə edirsiniz? Yəni Allah'a mı gedirsiniz, yoxsa nəfsimizə, şeytanımıza? Yəni həqiqətən Allah istəsəydi biz mələk kimi də ola bilərdik, deyilmi? O zaman bu dünyanın bir imtihan olmasının, dünya neymətlərinin bir mənası qalmazdı. Dünyada insanı yoldan çıxaran o qədər çox şeylər vardır ki, ona görə də. Burada bizim işimizə ağıl yaradığı kimi, ağıl tək başına yetərli deyildir.
Məsələn, siqaretin insanın bədəninə nə qədər zərər olduğunu burada bilməyən yoxdur. İçkinin zərərli olduğunu, bir çox mənfi şeylərin zərərli olduğunu hamı bilir. Amma bildiyi halda o mənfi işlərin arxasıca gedən yüzlərcə insan var. Zinanın arxasıca gedən, narkotik maddələrin arxasıca gedən, sigaretin arxasıca gedən, içkinin arxasıca gedən, günlərlə butulka boşaldan insanlar var. Demək ki, möhtərəm qardaşlar, sadəcə burada ağıl insana yetərli deyildir. Bunun üzərində durmuşduq. O quvve-i şəhəviyyə və qadabiyyə dediyimiz şey var, insana verdiyi. Klassik, Allah razı olsun alimlərimizdən, Miskeveh ihtizatdır bunlar. Klassik psixologiyada bunu açıqlayıblar, iki qüvvədən bəhs edirlər. Quvve-i müdrikə, quvve-i muharrikə. Mənasını da deyim, müdrikə idrak etmək qüvvəsi, yəni ağlımız. Həqiqətən ağılla düşünün ki, qardaş, mən bunu içsəm, çəksəm, olsam, bədənimə zərər verici. Bundan anlayıram. Yəni, bu olmadığı zaman adam nə olur? Dəli olur. Dəlini görürsən, qış vaxtı çılpaq çıxıb, bir köynəklə çıxıb gəlir. Demək ki, bu ağlı nə eləmir? İdrak eləmir ki, eləmək lazımdır. Biz buna müdrikə deyirik. Bir də muharrikə var. Muharrikə nə deməkdir? Hərəkətə və ya quvve-i baisə, sövq edən qüvvələr deyirik. Buna da şəhvət qüvvəsi və qəzəb qüvvəsi. İndi şəhvət qüvvəsi deyincə millət səhv başa düşür. Bilə bilirlər ki, tamamilə mənfi olan bir qüvvədir. Yəni, təbii, Quranda zatda məsəl üçün bu mənfi mənada işlədilir. Züyyinəlinnəs, hubbu şəhəvat. İnsanlara şəhvətlər sevdirildi. Qadınlar, gözəl körpülər, maşınlar, yəni dünyada olan insanın əyləncəyə götürən şeylərin hamısı qeyd olunur. Eyni zamanda hədislərdə də bu qeyd olunur. Bir hədis söyleyeceğim, unutmayın bunu. Yəni, həyat düsturumuz olsun. Çox da mükəmməl bir hədisdir, möhtəşəm bir hədisdir. Müxtəlif rivayətlərlə gəlir, Buxarıda, Müslümdə, çox yerdə olan rivayətdir. Hucibətil cənnətu bil məkarihi və hucibətin naru bil şəhəvat. Fərqli rivayəti də var. Huffetil cennetu bil mekarihi ve huffetin naru bil şehavat. Ne demekti? Cehennem veya cennet nefsin arzulamadığı şeyleri etmekle elde olunur. Həqiqətən səhər 4-də, 5-də qalxıb soyuq suyla abdest almaq nəfsimizə çətin gələn bir şeydir. Və ya bir saat burada oturmaq bəzilərinə çətin gələn bir şeydir. Amma cənnət bununla əldə olunur. Cənnət bununla əldə olunur. Və huffetil naru biş-şəhəvat. Cəhənnəm isə nəfsin arzuladığı şeylərlə. Və onlar çox asandır. Onu etmək çox asandır. Zina etmək, nə bilim, müxtəlif günahlar, əyləncələr, nə bilim, olar, bular, məsəl üçün, təbii ki, haram olanlardan söhbət gedir. Bunlara insanlar külli ilə qaçırlar, belə şeylərə. Amma ibadətdir, budur, məsəl üçün, deyək ki, sabah namazına neçə adam bura gələ bilər? Demək ki, çətinlikdir. Başda öz nəfsimə söyləyərək bunu deyirəm, həqiqi anlamda. Demək ki, o bir söz də var, cənnət ucuz deyil, cəhənnəm də lüzumsuz deyil. Ona görə də möhtərəm qardaşlar, həqiqətən Buxarinin rivayətlədiyi bu hədis çox önəmli hədisdir. Və demək ki, bizdən dəmir kimi iradə də tələb olunur. Bu iradə də nə ilə əldə olunur, möhtərəm qardaşlar? Şəhvət qüvvəmizi və qəzəb qüvvəmizi tərbiyə eləməklə olur.
Şəhvət qüvvəsi, yəni mənfi mənası olduğu kimi, yəni mənfi bir şey deyil. Yəni şəhvət olmasa nəslin davamı olmaz, şəhvət olmasa insanlar bir şeyi arzuləmək, əldə etmək olmaz. Ona görə də yəni ifratı haramdır, azı da haramdır, ortasına isə iffət deyirlər alimlərimiz. Yəni istək deməkdir əslində, şəhvət demək istək, arzu, həvəs deməkdir. Bu deməkdir möhtərəm qardaşlar. Ona görə də tam istəksizlik də xoş bir şey deyil. Yəni hər şey eləyən adam da, yəni şor göz olan adam da məqbul deyildir. Amma ortası iffət olur. Qəzəb duyğusu da eyni ilə elədiklər. Qəzəb duyğusunda da hər şey hisslənən adamla normal adam deyil. Heç bir şeyə hisslənməyən adam da, əsəbiləşməyən adam da doğru deyil. Amma ortasında olursa buna şəcayət deyirik biz, cəsarət deyirik. Ona görə də yerli yerində. Və möhtərəm qardaşlar, bu iki qüvvəyə muharrikə qüvvəsi deyirlər alimlər. Muharrikə qüvvəsi nə deməkdir? İnsanı hərəkətə keçirən qüvvələr. Demək ki, bir şeyin pis olduğunu biz ağlımızla idrak edirik. Muharrikə qüvvəsi ilə o şeyi edirik və ya etmirik. Edirik və ya etmirik. Demək ki, bizim sadəcə ağıllı olmağımız yetmir. Eyni zamanda iradəmizi, bu şəhvət və qəzəb qüvvələrimizi tərbiyə etməyimiz lazımdır. Tərbiyə etməyimiz lazımdır ki, yəni bu bəhs elədiyim səbirdir, şükürdür, nimətləri də bu insanın bu qüvvələrin içərisində yer alır. Bu qüvvələrin içərisində yer alır ki, özümüzü bu nöqtədən tərbiyə eləməyimiz lazımdır və bu şəkildə özümüzü yetişdirdiyimiz zaman o hikməti, yəni o Quran-ı Kərimin anlamağa, həyatımıza tətbiq etməyə, yəni hər şey edən adama, hər günah edib, sonra namaz qılıb, Quran-ı Kərimi oxumaq, şeyləmək çox da faydalı olmur. Çünki Quran-ı Kərim insandan təmiz olmağı istəyir. Yəni bir kərə Quran-ı Kərim elə belə kitab deyildir. Yəni Quran-ı Kərimi, oradakı hikmətləri əldə etmək üçün ona layiq olmaq lazımdır. Ona layiq olmaq lazımdır. Layiq olmaq üçün də təmiz olmaq lazımdır. Dediyimiz şeylərə əməl etmək lazımdır. Yəni, əməl edərsənsə, Allah-u Teala o kitabı anlama qüvvəsini və qüdrətini verir. Yəni, bilirsiniz, yəni, möminlər oxuyur, imana artır, kafirlər oxuyur, küfr artır Quran-ı Kərimin. Elə bir kitabdır, yəni. Və idə tuliyyət aleyhim əyətunə zədəthum imanə. Onlara ayələrimiz oxunduğu zaman imanları artır. Həqiqətən bir saat gündə Qurana qulaq as məsələ. Nə olur? İmanın artır. Mənəviyyatın təzələnir. Ruhun sükunət tapır məsəl üçün. Quranın elə şifa yönü var məsələ. Amma necə qulaq asmaq lazımdır? İman edərək qulaq asmaq lazımdır. Təmiz olaraq qulaq asmaq lazımdır. Özümüzü arındıraraq etmək lazımdır. Bugün möhtərəm qardaşlar, yəni şükür həqiqətən önəmli bir nimətdir. Bir neçə kəlmə daha ondan bəhs eləyərək yeni bir mövzuya keçəcək. Yəni sual oluna bilər ki, bir kərə bizi Adəm olaraq dünyaya gətirən Allaha sonsuz həmd-i sənalar olsun, onun şükrünü biz nə qədər etsək əda edə bilmərik, möhtərəm qardaşlar. Yəni, Allah bizi qarşılıqsız olaraq, insan olaraq dünyaya gətirdi. Həqiqətən bu çox böyük bir nimətdir. Bir daş olaraq dünyaya gələ bilərdik, bir ilan olaraq dünyaya gələ bilərdik, bir ağac olaraq dünyaya gələ bilərdik.
O bayaq bəhs elədiyim ağıl neməti var ha. O ağıl neməti ilə 5 yaşındakı uşaq 5 tonluq filin ipindən tutur, arxasıca aparır. Elə deyilmi? Yəni bir kərə وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمْ وَلَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ. Yəni gündə 2 rəkat, neçə rəkat istəyirsinizsə, bir kərə insan olaraq Allah-u Teala'nın bizi yaratdığından ötürü şükr etməyimiz lazımdır. Üzvlər verdiyinə, yəni dünyanın bütün nimətləri sağ verilsə, bir gözünü verərsənmi? Yox. Yəni bir gözün şükrü, yəni o gözdən ötürü insanlar nə qədər haralara gedirlər, nələr eləyirlər ki, sadəcə o gözündən olmasın, yəni gözü görsün deyə. Ona görə möhtərəm qardaşlar, hər bir üzvümüzə şükür gərəkir. Və in şəkərtum ləzidənnəkum, bunu da unutmamaq lazımdır. Əgər şükr edərsinizsə, nimətimizi mütləq və mütləq artırarıq. Yəni bir nimət, unutmayın bunu, bir nimət əlindən çıxırsa, fələ təlumu ənfusəkum. Ancaq özünüzü qınayın, möhtərəm qardaşlar. Demək ki, haradasa nankörlük eləmişsə. Allah sağ böyük nimətlər ehsanləmişdi. Sonra o niməti əlindən aldı. Çünki bir ayə daha var, deyil mi? Şura surəti 27-ci ayə olması lazımdır. Biz diləsiydik, bütün yəni, nimətləri yer üzərinə səpərdik yəni. Ancaq insanoğlu deyil, azğınlıq çıxardardı. Ona görə də biz hər kəsə yetəri qədər göndərdik. Yəni kimə nə göndərilirsə, demək ki, ona layiqdir, möhtərəm qardaşlar. Və ya şükürləməliyik. Bəlkə də daha çox verilsəydi, tüğyan eləyərdik. Çünki zənginliyin ilə tüğyan nətirdiyi insanlar var yəni. Həqiqətən siz də tanıyırsınız o insanları, biz də tanıyırıq. Ətrafımızda da bu hər zaman var. Yəni pulun istisinə hər kəs səbirləmir yəni. Dəyişir, sıracı dəyişir. Və o qədər insan gördük ki, yəni Allah-u Teala nimət veribdir, deyir ki, qardaş, o Qarun kimi var Quranda. Bu mənə özümün çalışması ilə ağlım sayəsində verildi. Yəni Allahın nimətini görmür. Səndən çox ağıllı insanlar var, səndən çox bilən insanlar var. Gecə gündüz çalışır, Allah-u Teala ona o niməti vermir yəni. Sən yatdığın yerdən Allah-u Teala göndərir. Halbuki bu imtihandır. İmtihandır. Sabah bir gün Allah-u Teala onun şükrünü əda eləyə bildinmi? Orada yetimlərin haqqını eləyə bildinmi? Yoxsa onu kefin üçün xaçladı. Şəhvətin üçün xaçladı. Yəni ona görə biz mömindən birinci dərəcədə nəfis tərbiyəsini istəyirik. Niyə görə? Çünki çox insan var, yəni nəfis tərbiyəsindən keçməmiş, hikmətə layiq olmayan insanlar əllərinə pul keçdiyi zaman onu şəhvətləri, ləzzətləri, həzləri yolunda, yəni nə qarırlar? Orada, burada, yəni 5 manat xaçlayası yerə 150 min xaçlayan, restoranlar bağladan insanlar var. Yəni bu Allahın o nimət üzərindəki haqqını bilməyən insanlardır, möhtərəm qardaşlar. Yəni hədislərdə bu açıq-açıq qeyd olunur ki, yəni nə gözəl o quldur ki, Allah ona mal verib, mülk verib, o Allahın o malda, mülkdə haqqını bilir. Yetimləri gözətir, qohum əqrabanı gözətir, dostlarını baxır, hamısına baxır. Şeyləyir. Nə asi o quldur ki, Allah ona mal verir, amma o malı nankörlük eləyir. Nankör. Bu mənim elmim sayəsində olduğu şeylədir. Və lüzumsuz yerlərə xaçlayır. Və bu malın şükrü deyildir. Mala nankörlükdür, Allah-u Teala da o keçici. Yəni bizdən ötəri bu gün var, sabah var, 10 gün var, 50 gün var. Allah üçün o, yəni Quranda ayət var deyil mi? Sizin 1000 il saydığınız Allah qatında bir an belə deyildir. Bir an belə deyildir. İndi məsələn sizə hesablayırsınız ki, Allahın ədalət harada qaldı ya? Bu adam 50 ildir yer üzərində zülm eləyir, Allah qar üstünə qar yağdırır, bir tərəfdən verir. Elə düşünməyin möhtərəm qardaşlar. Heç vaxt elə düşünməyin. Yəni bizim ağlımız məsələn oranı idrak eləyə bilmir. Quran bunu açıq şəkildə söyləyir. Sizin 1000 il saydığınız Allah qatında bir an belə deyildir. Demək ki, biz qüsurlu varlıqlar olaraq öz ağlımızdan düşüb bunu anlamaya çalışırıq. Allahın üçün elə deyil. İnne ahsə rabbuka leşədid var. Allahın
nədir, yaxalaması çox şiddətlidir. Çox insanlar vardır ki, Allah-u Teala mal, nimət verir, bu dünyada azğınlıq törədirlər, şey eləyirlər, biz də deyirik ki, Allah bunlar görmürmü, şey eləmirmi? Amma Allah-u Teala layiqi cəzasını gec və tez verir. Ona görə də möhtərəm qardaşlar, yəni şükür böyük bir nimət. Və bir şeyi də söyləyeyim möhtərəm qardaş, bizdə olan önəmli xəstəliklərdən biridir. Bir sözdə, hədisdə buyurulur ki, İxşəvşinu fə innən ni'mə lə tədum. Varlıqda yoxluq yaşayın. Çünki neymətlər davamlı deyildir. Bizdə elə deyil. Yəni, mən insanlara baxıram, 10 manat qazanır, 10 manat xaçlayır. Sabah bu Allah nimət verir, 100 manat şey verir. 100 manatın hamısı bir anda belə gedir. Yeməklər dəyişilir, şeylər dəyişilir. Halbuki Allah-u Teala yəni bizə buyurulan odur ki, qardaş, tamam, nimətlərdən yiyin, təmiz nimətlərdən yiyin, amma israf eləməyin. Və varlıq anında yoxluq yaşayın. Yoxluq, yəni bol-bol nimətlərim var. 100 cür yemək yeməyə gərək yoxdur. Yenə bir çeşit yemək yemən yetərlidir. Bunu bizdən istənir. Ona görə də sabah bir sürü devalivasyon, o zat bu olanda adam intihar deyir. Niyə? Çünki varlıqda yoxluğa alışmayıb. Varlıqda yoxluğa alışmayıb. Amma bizdən tələb olunan nəfsimizi belə tərbiyə eləməyimizdir. Yəni, möminlərin belə sifətləri də olmalı. Yəni, sabah bir gün, dünya imtihandır deyirik. Sabah bir gün bir darlıq olduğu zaman həmən üsyan başlayır. Ay Allah, niyə belə oldu? Halbuki bu şeydir, səbirləsən, sənin dərəcən qalxır Allah qatında. Amma görürsən ki, insanlar buna alışmırlar. Bu da, möhtərəm qardaşlar, nədən qaynaqlanır? Nəfis tərbiyəmizdən, din tərbiyəmizin mükəmməl olmamasından qaynaqlanır. Əzan mı gəldi? Vaxt gəldi mi? Ver. أشهد أن محمد رسول الله أشهد أن محمد رسول الله
لا إله إلا الله محمد رسول الله. اللهم رب هذه الدعوة التامة والصلاة القائمة آت محمدا الوسيلة والفضيلة والدرجة الرفيعة وبعث اللهم مقاما محمودا الذي وعدته إنك لا تخلف الميعاد. Möhtərəm qardaşlar, inşallah gələn moizəmizdə istiqamət, orta yol, sünnədən bəhs edəcəyik inşallah.